Ulduz şokolad fabriki thalasemiya xəstəliyindən əziyyət çəkən uşaqlara və eyni zamanda bədbəxt hadisələr nəticəsində xəsarət alan insanlara təmənnasız yardım məqsədli bir damla qan, qurtarılan bir can adlı qan vermə aksiyasını həyata keçirib. Ulduz şokolad fabriki bir damla qan, qurtarılan bir can adlı qan vermə aksiyasını həyata keçirdi. Qan vermə aksiyasında əsas məqsəd thalasemiya xəstəliyindən əziyyət çəkən xəstələr, uşaqlara və eyni zamanda bədbəxt hadisələr nəticəsində xəsarət almış insanlara yardım etmək məqsəd daşıyır. Könüllü prinsip əsasında həyata keçirilən aksiyada 300 nəfərə yaxın şirkət əməkdaşı donor qismində iştirak etdi. Respublika Mərkəzi Qan Bankının həkim heyətinin müşayiəti ilə həyata keçirilən aksiya şirkət əməkdaşları tərəfindən fərəh ilə qarşılandı. Qeyd edək ki, thalasemiya dünyanın bir çox ölkələrində rast gəlinən irsi qan xəstəliyidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünyada 300 milyona yaxın bu xəstəliyi daşıyan insan var. Bax belə, hörmətli və dəyərli izləyicilərimiz,